Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, rəhimli olanlara qarşı rəhmən olan Allah rəhm edəcəkdir. Yer üzərində olanlara rəhm edin ki, səmada olan da sizlərə rəhm eləsin. Deməli, əziz və dəyərli qardaşlar, İslam dini elə bir dindir ki, bu dinə tabi olanların qəlblərində rəhmət toxumlarını əkir, rəhmət ağacını əkir. Onlar insanlara qarşı rəhimlidirlər. Çünki hallarını görür. Görür ki, getdikləri yol haqq yol deyil, günahlarla dolu bir yoldur. Niyə onlara qarşı rəhimli, mərhəmətli olmasın, hidayət olunmaqlarına niyə səbəb olmasın ki, onlar da bu bataqlıqdan çıxa bilsinlər. Zülmətlərdən nura çıxa bilsinlər. Bu, onlara qarşı rəhmət və mərhəmətdən doğan bir şeydir. Ona görə bu dinə tabi olanların qəlblərində həmişə vaxt belə olar. Onlar insanlara qarşı rəhimli və mərhəmətlidirlər. Necə İbn Teymiyyə rahimehullah buyurur ki, əhl-i sünnə insanlara qarşı ən rəhimli və haqqı da ən doğru biləndir. Günahlar üzərində, bidətlər, xurafatlar üzrdən qalmaqlarını istəmirlər. Onlara rəhimli, mərhəmətli olması ilə və buna görə də həris edirlər ki, onları o zülmətlərdən çıxarsınlar.